Salam dostlar, hoş gördük hər birini. Çölə gəldim gene yoncaları yoxlamağa. Kənə yol yerlər. Düz yoncalıqdan əsər əlamət qalmayıb ama yaxşı ot var. Buradan belə nə gedib? Heyvan gedib, it pişik gedib, nədir bu? O tərəfdən gəlir, belə gediblər özü. 5-6 dənəymiş nəymişsə. Nəsə it pişik keçidin oxşur. Baxın buradan gəliblər. Dostlar bu yerimiz 20 sotdur. Burada yol. Bakın bu yolda. Yolun otuna bakın. Az qalır dizimə qədər. Tam da dizimə qədər deyil. Dizimin yarısına qədər var. Baxın bu nəymişsə. Buradan da qayıdıb bər gəlib belə gedib. İndi gedək o tərəfə ikinci, üçüncü yerlərimizə baxaq. Dostlar ikinci yerimizə gəldik 15 sot olan yerimizə ama bayaqki yolda olduğu kimi burada da gene yolda ot dizə çıxır. Yəni burada doğrudan da dizə çıxır ot. Ama da rezin çəkmə giymişəm. Çəkmə görünmür otun içində. Yerimiz burada. Bu ortadaki cızdan bu tərəfə. O tərəfində də yerin sərhədi harada Allah bilir. Oraya gedib çıxmağa balıymış baş lazımdır. Çox qalınlıqdır, baxsana burada. Otun hündürlüyünə baxın birdən. Bu tərəfə gedək, üçüncü yerimizə. İrəlidəki yerin gözəlliyinə baxın. Birazdan oraya girəcəm. Çoban yastığı elə açıb ki yer, elə bir qar yağıb yerə. Dostlar burada bizim üçüncü yerimiz. Burada da çoban yastığı var. İrəli yuxarı başda var baxın. Baxın qıraq yerlərdə də var, sağda solda çoban yastığı var. Elə bir qar yağıb, şərif biraz qalıb kimi. Bu yerimizdə də yaxşı ot var. Əvvəlki videomuza baxanlar oldusa, bu yerə gəlib baxmışdım, burada yaxşı yoncalar var idi ama pit daraşmışdı yoncuya, ona mən dərmən vurasıydım, vurmadım.
Ama o kadar da ziyan eləməyib kimi görünür. Yoncalar yerindədir təkdə. Həkəm seyrək bitsə də yonca yerindədir. Baxın yoncalar yerindədir. Neyse gidiyor ya. Şu tərəfdə çoban yastığı daha çoxdur. Bizim yerlər olan tərəfdə azdır. Yuxarıki qatarda da o qədər də yoxdur, amma əsas baxın burada bu irəlidə əmimgilin yeri var. Baxın buralar. Bu tərəf, bu iki yerdə əsas çoxdur. İndi oraya gedirəm. Buna bak. Ne kadar çoban yastığı bitir. Dumma adamın gözünü kamaştırır. Neyse dostlar, salamat kalın, gelen videomuzda görüşürüz. Eğer bu güzelliği beğendinizse videomu beğenip kanalıma da abone olarsınız.